Sumqayıtda Dədə-Baba yurdun varisləri 2 fevral Sumqayıt gənclərinin görüşü adlı möhtəşəm tədbir keçirilib. Əvvəlcə iştirakçılar tərəfindən Heydər Əliyev mərkəzində ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və gənclər siyasətinin formalaşdırılmasında misilsiz xidmətləri dərin ehtiramla yad edilib. Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilib. Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü münasibəti ilə Dədə-Baba yurdun varisləri 2 fevral Sumqayıt gənclərinin görüşü adlı tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmailov Gənclər Gününün əhəmiyyətindən, gənclərin milli yaddaşın qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan məsələsinin təkcə tarixi deyil, həm də mənəvi məsuliyyət daşıdığını vurğulayaraq, bu missiyanın daşıyıcısının məhz gənclər olduğunu bildirib. Qeyd olunub ki, bugünkü gənclik yalnız müasir Azərbaycanın deyil, həm də Dədə-Baba torpaqlarının canlı yaddaşıdır və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında aparıcı qüvvə kimi çıxış edir. Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Sumqayıtın hər zaman gənclərin fəallığı, enerjisi və təşəbbüskarlığı ilə seçildiyini bildirib. Vurğulanıb ki, şəhərin 2025-ci il üçün Azərbaycanın gənclər paytaxtı elan olunması dövlətin gənclərə göstərdiyi etimadın və diqqətin bariz nümunəsidir. Çıxışda qeyd edilib ki, şəhər rəhbərliyi gənclərin təhsil, karyera, ictimai fəaliyyət və şəxsi inkişaf imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Abşeron Xızı Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sevinc Qasımova rəhbərlik etdiyi mərkəzin əsas fəaliyyət istiqamətlərindən danışaraq, gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar kadr kimi formalaşdırılması və vətənpərvər ruhda yetişdirilməsi üçün həyata keçirilən layihələri diqqətə çatdırır. Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin idarə heyətinin üzvü Akif Şahbazov gənclərin elmə, tarixə və milli mənəvi dəyərlərə marağının güclü dövlət quruculuğunun əsas şərti olduğunu bildirib. Qeyd olunub ki, təcrübə ilə gəncliyin enerjisi birləşdikdə daha böyük nəticələr əldə olunur. Tədbirdə çıxış edən digər natiqlər də Gənclər Gününün əhəmiyyətindən, Sumqayıtın gənclər üçün yaradılan imkanlarından və Dədə-Baba yurdun varisləri mövzusunun ideoloji məzmunundan danışıblar. Sonda tədbir çərçivəsində ictimai fəallığı və təşəbbüskarlığı ilə seçilən bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Fərmanlar onlara gənclər siyasətinin həyata keçirilməsində və ictimai fəaliyyətlərdə göstərdikləri aktivliyə görə təqdim edilib. Elvin Qudrətov, Şəmsdən Fikrətli, Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.